Oruç tuta bilməyənlər də bilirsən də hər gün 30 gün ərzində nə bilim fidyə verməlisən. Fidye nedir? Yəni sən də kimisə yedizdirməlisən. Mən də Arif'e baxmaq özü rasxotdur da. İnandırım sən. Aha bu gündə 400-500 manat dava dərmanıdır. Şişkəs uşaq. Allah kömək olsun. Nəyin var Arif? Sən də kömək olsun. Nəyin var? Mənə baxayım. Yox, salamatçılıqdır. Hə? Hə, neyi yoxdur ki? Mən sonra səni təklif. Ekran var. Nə bilirsiniz, bəlkə elədir. Sən var orada teledə. Göv bayaqdan Buradan hamı mən. sorsun. Onu nə bilim, mən nə yazırlar ki, başınızı niyə bağlamırsınız? Başımı niyə Sən bağlı? yazın. Yox, mən nə görsəmirə ya. Hə, xanıma. Hə. Bilsən, bu danışmağım biraz çox yanlış çıxılacaq, amma yenə də öyrənirəm. Hələ ki öyrənirəm. Bağlamalıdır. Nə olur? 30-cu ayət. Olay bir dənə danışım. Nur surəsi 30-cu ayət, Nisa surəsi 8-ci ayət və Əhzab surəsində hicab deyil, sadəcə Peyğəmbərin həyat yoldaşı Ayşəyə vaxtı ilə ləkə atırlar və onu öldürmək istəyirlər. Onu da qorumaq üçün, o tanınmasın deyə onu elə geyindirirlər ki, o tanınmaz vəziyyətdə onu qoruması üçün, yəni onun sağlığına zərər gəlmir. 30-cu ayətdə də kişilərə libas buyurur, cinsel orqanların bağlanılmasını buyurur. Həmçinin də Əhzab surəsində bu deməkdir ki, o dövrdə yəni kişilərin və qadınların bir-birinin cinsel orqanların bağlanmasıdır və həmən təribəqətlərdə Ərəb ölkələrində qadınlar isti havada sinələri açıq olub və cinsel orqanlar açıq olduğu üçün həmən o uşağı götürüb ona bürünməyi buyurulubdur. Yəni hicab deyilən bir şey yoxdur. Amma dəqiq deyə bilmərəm, hələ ki öyrənirəm. Deyir işte bu dini söhbətlər. Bu gəlişdir. Vallahi hicab yəni ağır söhbətdir. Yəni Peyğəmbər Quranda havanın ailəsini gizlətmək istəsəydi, öz ailəsini gizləmək istəsəydi, Allahdan istəyərdi, Allah ola elə. Xeyr, sən bax görürsən, mən sənə bir söz deyim. Qurani Kərimdə Yusuf Peyğəmbərin həyatına Yusuf Peyğəmbər quyuya atılıb, yenə də o saflığını qorub, yenə də təmizliyini qorub, yenə də Allahdan vazgeçməyib. Hətta Misir xanının yoldaşı, adı da yadından çıxdı, onu yoldan da çıxarmaq istəyib, ona deyib ki, sənə çaran, mənlə belə elə, mənlə danış, mənlə gül. Yenə də o xəyanət etməyib Allaha və Allah elə bir şey yaradıb ki, Züleyxa, bəli, axır o Misirin yəni xanımı olur, necə dünyada olmayan bir şey olur ki, Misir təbiətli, Misir vətəndaşı olmayan bir insan gəlir Misirin kralı olur. Yəni bu da o deməkdir ki, Ayşəni də qorumaq üçün o dövrdə müharibə ərəfəsində olduğu üçün, dinin yayılması üçün falan Ayşəni də yəni belə, necə ki biz deputat yoldaşı, nazir yoldaşı küçədə gəzəndə rahat gəzirlərmi? Yox, onlar kepka taxırlar. Yəni sən balanslaşdırmalısan oradakı... Çox rahat gəzirlər, bizim ölkədə elə şey yox. Xeyr, bizdə də heç kəs nə deputat yoldaşı, nə hansısa məmur yoldaşı küçədə ən az kepka taxır, nə bilim başına bir şey taxır, açqı taxır ki, bilinmir yoldaşıdır, anladın mı? Dəqiqləşdir, kimsən, vaxtı ilə nəsə mən... Yəni dediyim budur, yəni mən belə yoxdur, hələ ki mən öyrənirəm. Amma ki, yəni... Biz öyrənmirsən, nə sən? Xeyr, diqqətlə nəzərə etsək... Hansı kilsəyə qeyb gəlsən? Hə? Hara qeyb gəlsən mədrəsəyə, ya kilsəyə? Heç ara gedib gəlmirəm, özüm öyrənirəm. Hə, olsun pisdə, aləmi qatmışsan bir-bir. Niyə biz niyə belə... Sən gel parexmaxris qılığıza da öyrən, çörək qazan. Çünki sən istəyirsən ki, sən məsələn belə deyim də, bax sənin belə danışığında sən insanların yaddaşında Allahı qəddar, çox üzr istəyirəm, keç günahına Allahı diktator kimi tanıtmaq istəyirsən ki, məlidir, bağlamalıdır, belə eləməlidir, oturmalısan, elə deyil, sən sadəcə rahat, sən bu dünyada geyinib, içib, gəzib, şəllənib, insan olmalı, bacaran olmalısan. Belənsiniz namaz qılmağına var.
Fətvaya var. Səni qoymaq lazımdır ki, yəni ləzzətli. Sən bax görürsən sırası təkdirin və ya da lağlağıya gedirsən, o düzgün. Lağlağı yox, elə şey var, gəz, keyf elə zat. Məsələn Allah Teala deyir ki, mən deyir gəzib xoş gün keçirən bəndəmi sevirəm. Bunu sənə Ali İmran surəsində deyir. Bunu oxusan özün görərsən. Maidə surəsində deyir. Bəli. Ali İmran surəsi. Bəli, mən deyir o bəndəni sevirəm ki, deyir o bəndə xoşbəxtdir, o bəndə şükür edəndir, o bəndə yeyəndir, yediyini bölüşəndir, özü yeməyib özünü bölüşdürəndir. Mən hələ o yaxşı bəndədən deyiləm, mən hələ öyrənirəm. Mən hələ heç bilməm. Mən hələ öyrənirəm. 61 eməm çox sağ. Düz yoldasınız, düz yoldasınız. Ən azından bir yerdə olacaq cəhənnəmdə. Orada çalan dərdləşəcəksən. Maybe mənim endirim kartım var. Yenə də səndən düşməyəcəm. Doğrudan deyirsən. Bax, əlimdə oruçluq var. Əlimdə oruçluq var. Hacca gedənlər hamısı düzgündürmü? Allah sənə həcc ziyarətini buyurub, amma Allah sənə deməyib ki, get yardımından qal, öncə həccə get. İnsan öncə həccə getmədən öncə yardımlarını edər və baxar ki, mən 10 dənə insana, məsələn, evsizə ev vermişəm, işsizə iş vermişəm. Daha da pulum var, gedirəm həccə. Amma həccə gedənlərə nəzər etsək, baxırıq ki, onlar sadəcə göstəriş üçün gedir. Hansı qadınlar da onlarda məşuqə kimi saxlayırlar. Sağ ol. Arifin özünü ərəblə çalan məsələsində adama kömək edirlər elə. Ondan sonra bağlayacağım ha sən ya, təbim gəlir. Mənə bax, rəhmətliyin qrup yoldaşı. Bir dənə də dini adam tap qoş bura, zarafı sevməm. Mən dini adamların heç birinə qoşulmuram. Mən min adamam, dini adam da. Bir balaca adam. Amma xanımın məsələn, mən küçədə görürsəm, bilmərəm belə imanlı xanımdır. İnsan təmiz olur, imanlı deyir. Lev, salam. Təmiz olur, Arif. İman nə deməkdir? Əməl, təmiz, pak insan. İyi. Yəni, o səni açar deməkdir. Şəxsiyyət, təmiz şəxsiyyət. Rıdalıqlara görürsən şahid. Müslim mən. Müslim nə deməkdir? Müslim saf deməkdir. Pak, süt deməkdir. Müslim su deməkdir. Yəni, müsud mən. Yəni, yağmış stəkan müslim. Yağmış insan. Su nədir? Su təmizdir axı ona görə. Adaş çoxsa, adaş eləmə haramdır. Adaş oruçluq çıxsın sonra. Göçanlıqda müslim var, bir dənə sayıcı. Орошто sonra düşərik. Тут можно идти, конечно, можно, ребята. Тусуйте, отдыхайте, кайфуйте, но Бога не забудьте. Все это достаточно. Keşif sazı yatırdı çizi yeşil. Dərslə, əylənin, Rahimə səsən. Əgər Orxan, xoş gəldin. Əgər əylənib kimisi incitmirsənsə, əylənib topdan qoşmursansa, kimisə alçatmırsansa, kimisə haqqına girmirsənsə, niyə əylənmirsən? Əylən. Əylən, şəllən, bu dünya sənin üçün, onun üçündür. Sənə demir ki, otur bütün günü əşədənlə, lə ilə illallah deyir. Sənə deyir, gəz, şəllən. Allah olsun. Bir balaca imanım var idi. Bax, sənə bir söz deyim, mən içki içirəm, mən namaz qıla bilmərəm. Bax, mən sənə bir söz deyim, Ələkbər. Öyle şey yok da. Yox, qulaq as, gözlə deyirəm. Bax, yəni... Sən içib... Dəm döysənsə, hə. Bir dəqiqə gözlə, içib ayılmışsan, sərxoş deyilsən, kuş al, gəl, oxu Quranı. Sən tam o yol açılana qədər, o sənə... Quran sənə enerji edilənə qədər. Oxumalısın. Yox, sabahdan mən səni təqlid eyləm, o dünyada da yükümü sən götürsən ki, sən düdündə mənə vurub, qayb edib, yəni gələcəm də ora. Bəli, get vur, səhərci gün get duşa al, yəni get Quran oxu. Duş. Təmizlənməmiş heç bir vaxt kitaba yaxın dur. Olmaz, yox. Yəni güsul almamış, yəni eləmə. Bunu Yox. Gülürsünüz, uşaqlar, mən sizə deyim də, mən Ən-Nisa surəsi 128-ci ayət olmalıydı. Sərxoş ikən Qurana yaxınlaşmayın, namaza yaxınlaşmayın. Yəni sən ola bilər ki, sən insansan, Allah o ayəni niyə göndərib? Bəzi insanlar olur ki, yəni
zəif olur, iradəsiz olur, Oruçluqda imtahan həyatda nə olur. bilim küskün olur və yaxud da nə bilim isyan eləyir, unuda bilmir, həyata qalxa bilmir, içir, əyyaşlıq eləyir. Beş vursa, O insana da belə deyir ki, yəni sən əgər insan olmaq istəyirsənsə, sən əgər yaxşılıq etmək istəyirsənsə, get qüsul al, get oxu.